Dayə işi var yoldaşlar. Mən sizə dayə işlərindən bəhs etmək istəyirəm. Bir neçə variantdan bəhs etmək istəyirəm. Təxminən 1000 manat civarında olan dayə işi də var. Gəlin ondan bəhs edeyim ilk öncə. Həmçinin restoranda olan variantı da var. Gəlin ilk öncə bu 1000 manatlıq olan variantdan bəhs edeyim. Bu deməli Şağandadır, Buzovnadadır. Yatılı dayə axtarır. 2 yaşında oğlan, 2 aylıq oğlan və 3 yaşında qız üçün lazımdır. Rus dilini bilməlisiniz, 28-38 yaşlı olmalısınız. Bu bir variantdır yoldaşlar. Sonra dayə işi 800 manatlıq variantı da var. Bu 800 manatlıq variant sizə nə tələb edir? 9-cu makro rayonunda olmalıdır. Bu 40-45 yaşlı bir şəxs olmalısınız. Bu da yatılı dayə axtarılır yoldaşlar. 3 yaşında uşağa baxacaqsınız. Bundan əvvəl Mado restoranlar şəbəkəsində də dayə vakansiyası var yoldaşlar. Öçüddə də olmalıdır. Deməli, bu Madoda olan dayə işi isə 450-500 manatlıq bir işdir. Burada yoldaşlar, bir illik iş təcrübəniz olmalıdır bu sahədə. Günorta 2-dən 11-ə qədər də var. Günorta 1-dən axşam 10-a kimi də var. Restoranda oyun zalında uşaqlara nəzarət edirsiniz. Belə bir variantlı bir işdir. Dayə işi 600 manatlıq variantı olmalıdır. Bu isə Nərimanov rayonundadır. 40 yaşa qədər olan təcrübəli bir dayə axtarırlar yoldaşlar. Uşaqlarla inkişaf etdirici oyunlar oynamalısınız, şən adam olmalısınız. Belə bir vakansiyadır. 5 günlük işdir. 11-dən, səhər saat 11-dən axşam 7-yə kimidir yoldaşlar. Uşaqların yeməyini də pişirməyiniz lazımdır, lazım olduğu halda. Sonra 500 manatlıq Ramana savxozda da dayə işi var yoldaşlar. Belə bir variantı da var. Sonra 350 manatlıq variantı da var dayənin. 400 manatlıq artıq yoxdur yoldaşlar. Bir dəqiqə görün. 450 manatlıq variantı var. Yeni Yasamalda yoldaşlar. Səhər saat 8-in yarısından axşam 8-in yarısına qədər 12 saat işlədirlər sizi yoldaşlar. Oğlan uşağı da 1 yaş 2 aylıq. Bu işlərə müraciət etməkdə dəstəkçisə, digər dayə işlərlə də tanış olmaq istəyirsə, bir sözlə iş tapmacı səsini çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsindən mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Sizi videonu harada görürsə, kanala daxil olun, doğrulayacaq o da kanala. Kanala daxil olduqdan sonra diqqət edərsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.